Arkadaşlar, təravih uzun olur, bəli. Adam yorulur. Dərs uzun olur, yorulur. Lakin əks deyən qardaşlar da var ki, bəzən təravihin uzunluğundan, dərsin uzun olmasından şikayət edən qardaşlar o təravihdən və dərsdən çıxır, gedir çayxanaya. Quran oxumağa, öyrənməyə geçsə deyərsən ki, maşallah, dəryarı. Biz demirik, etiraz olmasın. Haqlıdır, insan da yorulur və s. Amma qardaş, bəs Allahın kitabını nə vaxt öyrənəcəyik? Allahın kitabını kim oxuyacaq? Allahın kitabını inkar edənlər, Allahın kitabının içində olanların batil olduğunu iddia edənlər, biz oxumalıyıq. Siz öyrənməlisiniz. Həris olmaq lazımdır, qardaşlar. Qardaşların evladlarına Quran-ı Kərimi öyrətməyə. Uşaqlar maşallah bir neçə dil bilirlər. Heç kim də inkar eləmir, gözəldir. Allahümmə bərik. Sevinirik ki, müsəlmanların evladları inşallah gələcəkdə xeyirli olarlar. Onların içərisində Quran-ı Kərim yoxdur. Özünlə məscidə gətirirsən, Quran-ı Kərimi öyrət ona. Quran-ı Kərimi öyrədənlərə onu dost elə. Qoy öyrətsinlər. Qoy Quran öyrənsin. Yaxşı, nə vaxt öyrədəcəksə ona Quran-ı Kərimi? Qolu güclüdür də maşallah, qolu gücləndir. Artıq maşallah. O qolu ilə bir neçə nəfərə qalib gələ bilər. Yaxşı, qəlbi ilə nəyə qalib gələcək?